ağaclarınızda mənənə bit müşahidə edirsinizsə, buna uyğun dərman resepti qeyd edirəm. Əgər ağac yarpaqlarının alt hissəsində mənənə bit gizlənirsə, bu zaman bu zərərvericilərlə mübarizə aparmaq çox çətinləşir. Zərərvericilər yarpaq altında özlərini güclü mühafizə etmiş olurlar. Mostar pestisidini 10 litrə 5-10 qram arası qatmalıyıq. Yaxşı olar ki, dərmanın təlimatını oxuyub ona uyğun istifadə edəsiniz. Sistem təsirli dərmanı istifadə edəndən sonra yaxşı olar ki, ara məsafəni gözləmək şərti ilə 1-2 dəfə də sonra dərmanı istifadə edəsiniz. Niyə yarpaqdan Mostar istifadə edək? Başqa sistem təsirli pestisidlər də istifadə edə bilərsiniz. Mostarın ən üstün cəhətlərindən biri bitkiləmə apardıqdan sonra bir neçə vaxt ərzində Mostar bitkinin daxilinə keçir və zərərvericilər qidalananda məhv olurlar. Ən əsası da 14-21 gün arası bitkini mənəlilərə qarşı mühafizə etmiş olur.